Salam dostlar, hamısını yenidən xoş gördük. Ariflərin məqamları dərsi davam edir. Deməli, keçən dəfə, axırıncı dəfə bu məsələyə toxundu İbn Sina ki, Arif bu seyri sülükdə, mənəvi səfərdə irəlilədikcə o artıq elə bir mərtəbəyə çatır ki, bəzi o sirli həqiqətləri görməyə başlayır. Və bunun da təbii nəticəsi olaraq Arif həmin o haldan uzaqlaşanda nə olur? Onda bir hüzün yaranır, kədər yaranır. Amma həmin halda olanda onun üzündə, onun daxili dünyasında bir sevinç hissi oyanır. Bunu həm o hiss edir, həm də o yanında əyləşən, onunla ünsiyyətdə olan insan onun simasından, onun hərəkətlərindən, onun davranışlarından onu hiss edə bilir ki, bu necə sevinir, nəyə görə? Çünki Arif elə bir haldadır ki, o qeyblə, ilahi dərgahla ünsiyyətdədir. Təbii ki, belə bir halda olan insan sevinər. Ona görə bu hal onda bir üzə verir. Keçən dərsdə, axırıncı paragrafda bunu oxumuşduq. İndi isə İbn Sina başqa bir məsələyə toxunur. Baxmayaq ki, əvvəlki ilə əlaqəlidir, amma bir üst dərəcəyə, bir üst mərtəbəyə işarə edir. Buyurur ki, وَلَعَلَّهُ إِلَى هَذَا الْحَدِّ يَظْهَرُ عَلَيْهِ مَا بِهِ. Bu keçən dəfəkiyə işarədir ki, bəli, Arif bu məqama, bu mərtəbəyə çatanda, o halı müşahidə edəndə, o mənəvi dünyasında, o gizli həqiqətləri görəndə, onda bu sevinç hissi oyanır və ya bu haldan uzaqlaşanda onda o kədər hissi zahir olur. Baxın, bu şeylər həm sevinç hissi, həm kədər hissi. Qeyb aləmindən ünsiyyətdə olanda sevinç hissinin olması, o haldan uzaqlaşdıqca kədər hissinin olması bunda zahir olur. Bu görünür. Lakin فَإِذَا تَغَلْغَلَ فِي هَذِهِ الْمُعَارَفَةِ elə ki, İbn Sina deyir, elə ki Arif bu bilikdə, bu idrakda, bu halda daha da dərinləşdi, daha da dərinlərə nüfuz elədi, buyurur ki, قَلَّ ظُهُورُهُ عَلَيْهِ. Ondan sonra artıq bu hallar, yəni həm sevinç, həm kədər halı, onda artıq nə olacaq? Azalacaq. Bu, yəni İlk baxışda insana təəccüblü gələ bilər. Niyə azalsın həm sevinç hissi, həm kədər hissi? Axı, əksinə olmalı deyilmi? Bir insan bu məsələlərdə daha da dərinə getdikcə, o şeyləri daha çox gördükcə, o daha çox sevinməlidir və sevinç hissini daha çox bir üzə verməlidir. Və həmin haldan çıxdıqca daha çox narahat olmalıdır. Belə deyilmi? Çünki ilkin təsəvvür belədir ki, daha çox sevinməli və daha çox narahat olmalıdır. Amma İbn Sina deyir, xeyr, Arif bu mərhələdə dərinlərə getdikcə, daha dərinlərə nüfuz elədikcə, həm sevinç hissi, həm kədər hissi bunda azalır. Niyə? Burada əsas məsələ budur, dostlar. Arif elə bir ilkin mərhələlərdə bu şeylərlə yeni tanış olanda, təbii ki, onda sevinç hissi bir üzə verir. Nəyə görə? Çünki yeni bu şeylərlə tanış olur. Bir növ burada nədir? Hələ təzə başlayıbdır. Ona görə bu şeyləri ilk dəfə gördüyü üçün, yeni gördüyü üçün, yeni müşahidə elədiyi üçün sevinç hissi də bunda daha çox özünü bir üzə verir. Və həmçinin ondan qopanda, ondan ayrılanda kədər hissi də özünü tez bir üzə verir. Amma elə ki, Arif bu məsələlərdə dərinləşdi, bu şeylərin daha da dərindən nüfuz elədi, artıq bu yavaş-yavaş ondan ünsiyyət tapır, ondan, belə deyək, onunla örgəşir. O artıq bunun üçün necə deyim, tanınmış bir şeyə çevrilir, bilinən bir şeyə çevrilir. Və olan təqdirdə artıq Arif o yeni ilkin mərhələdə olanlar kimi hər bir şey görəndə, xırda bir şey görəndə, hər nəsə yeni bir şey müşahidə edəndə tez o sevinmir və ya ondan ayrılanda üzülmür. Bu sevinç və kədər hissi ki, Arif onu bir üzə verir. Sanki İbn Sina demək istəyir ki, bu yeni mərhələdə olanlar, yeni başlayanlar üçün əlamətlər olan bir şeydir, xarakterizə oluna biləcəyi bir şeydir. Amma bir insan ki, bu işdə daha da dərinləşdi və artıq ondan, həmin hallarla, həmin məqamlarla ünsiyyət tapdı, artıq elə bil normallaşır. Arif deyir ki, bu yəni mən üçün normal bir şeydir və belə də olmalıdır.
Çünki insan o şeyin dərində getdikcə, dərinə nüfuz elədikcə, o şeylər artıq onun üçün normallaşır. Nə mənada normallaşır? Bu mənada normallaşmır ki, adiləşir, yəni adi bir şey çevrilir. Xeyr. Normallaşır, yəni artıq Arif ona öyrəşir və bilir ki, və başa düşür ki, insan nə qədər mənlə ucalsa, nə qədər mənlə təkamülləsə, bu şeylər artıq getdikcə çoxalacaq. Yəni bunu dünyəvi təcrübələrimizə də bənzədə bilərsiniz. İnsan yeni bir şey öyrənəndə ilk mərhələlərdə o görsüz necə deyim, çox sevinir, sevincini çox biruzə verir və əksi də o cürdür. Emosional davranır, belə deyək. Lakin zaman keçdikcə, tədricən o şeylərin dərininə nüfuz elədikcə artıq o şeylər onun üçün normallaşır və onunla bir növ həşr nəşr olur. Arifin də məqamı bu cürdür. İbn Sina Arifi bu cür vəsf edir. Sonra maraqlı bir şey buyurur. Fəkənə və huvə qaibun hadiran və huvə zâinun muqimə. Buyurur ki, bu Arifin artıq dünyasına, davranışlarına, hərəkətlərinə də təsir edir. Yəni bir insan əgər ondan otursa, ondan ünsiyyət qursa, onun yanında olsa, onu sanki təsəvvür edər ki, bəli, bu buradadır, zehni məndədir, düşüncəsi məndədir, söhbət edirik, ünsiyyət qururuq. Amma həqiqətdə o tamam başqa bir dünyadadır. İbn Sina deyir ki, o Arif həqiqətdə tamam başqa bir dünyadadır. Yəni cismi hazırdır, yanındakı şəxsin yanındadır. Amma ruhu qeybdədir artıq, ruhu uçub, ruhu gedib, ruhu başqa yerdədir. Cismən, bədənən qarşı tərəflə ünsiyyətdədir, qarşı tərəflə danışır, söhbət edir. Amma ruhən hardadır? Tamam başqa bir aləmdədir. Aydındır? İbn Sinanın Arifə aid vəsfi bu cürdür ki, Arif həqiqətdə tədricən elə bir məqama çatır ki, o cismən insanlarla bərabərdir, amma ruhən tamam başqa bir aləmdədir. Və çox maraqlıdır, Həzrət Əlinin də buna aid kəlamı var Nəhcül Bəlağədə. Məzmunu belədir ki, əbdənuhum fid-dunya, əbdənuhum fid-dunya. Ariflərin, möminlərin, təqvalı insanların bədənləri bu dünyadadır. Və ərvahuhum mutaalliqatun bil mahallil a'la. Amma ruhlara gəldikdə, onlar ruhuna gəldikdə, ruhu tamam başqa bir aləmə aiddir. Tamam uca bir aləmə aiddir. Yəni onlar da sıradan insanlar kimi, onları bazarda görə bilərsiniz, nə bilim, tarlada, əkin sahəsində görə bilərsiniz. İstənilən yerdə dünya həyatına aid, istənilən yerdə görə bilərsiniz. Onlarla ünsiyyət eləyə bilərsiniz, ünsiyyət qura bilərsiniz, söhbət edə bilərsiniz. Amma bu onların bədənidir, bu onların görünən tərəfidir, zahir olan tərəfidir. Ruhlarına gəldikdə, mənəvi dünyalarına gəldikdə isə onlar tamam başqa bir aləmə aiddir. İbn Sina da burada onu deyir. Sən onu hazır olan görərsən, amma o hazır olan onun cismidir. Onun ruhu tamam başqa bir yerdədir. Onun cismi oturub burada, sükunət halındadır, amma ruhu seyr halındadır. Bu, Arifə aid bir xüsusiyyətdir. Sonra, növbəti fəsildə və ya paragrafda deyir ki, İşaratun və ləalləhu ilə həzəl həddi innəmə tətəyəssəru ləhu həzil muarafə əhyənən ثم يتدرج إلى أن يكون له متى شاء. Çox maraqlı bir məqama toxunur. Buyurur ki, bu mərhələyəcən, bundan əvvəlki mərhələ ki var idi, o özü də bir mərhələdir. İbn Sina deyir ki, ondan da yuxarı mərhələ var. Yəni bundan əvvəlki mərhələ, özündən əvvəlki mərhələyə nisbət bəli, yüksək bir mərhələ idi, yüksək bir məqam idi. Amma son məqam deyil. İbn Sina deyir ki, bu son məqam deyil. Bunun da üstündə, bunun da fövqündə başqa bir məqam var. O nədir? Buyurur ki, وَلَعَلَّهُ إِلَى هَذَا الْحَدِّ إِنَّمَا تَتَيَسَّرُ لَهُ هَذِي الْمُعَارَفَ أَحْيَانًا. O ki, əvvəldə deyə Arif elə bir hala çatır ki, cismi insanlarla bərabərdir, amma ruhu tamam başqa bir aləmdədir, ilahi dərgahdadır. Buyurur ki, bəli, bu məqamda, bu mərhələdə ola bilsin ki, Arif üçün bu şeylər bəzən baş verir, əhyanən, bəzən baş verir. Yəni, hər vaxt baş vermir, bəzən baş verir. Yəni, Ariflə oturursan, ünsiyyət qurursan, bəzən ola bilər ki, o cismi səninlə bir yerdə olsun, amma ruhu tamam başqa bir aləmdə olsun, ruhu ilahi dərgahda olsun. İbn Sina deyir ki, bu bəzən baş verir Arif üçün. Lakin, ثُمَّ يَتَدَرَّجُ. Lakin Arif axı yerində dayanmır. Arif daim nədir? Mənəvi cəhətdən seyrdədir, mənəvi cəhətdən təkamüldədir. Və o bir yerdə dayanmır, o daim inkişaf edir.
Thumma yetederracu ilə ən yekuna lehum mətəşə. Sonra bu mənəvi seyrin və təkamülün nəticəsində arif elə bir məqama çatır ki, bu hal istədiyi vaxt ona üz verə bilir. O istədiyi vaxt bu halda ola bilir. Baxın, bu çox maraqlıdır. Yəni, əvvəl arif hələ bu seyrin, bu səfərin, belə deyək, ortasındadır, orta mərhələsindədir. Ona görə o dediyimiz hallar get-gəl ola bilər. Bəzən arif o halda olur, bəzənsə o halda olmur. Lakin tədricən arif bu mənəvi təkamülün nəticəsində elə bir məqama çatır ki, artıq o istədiyi vaxt o halı əldə edə bilir. Bu çox maraqlıdır. Nəyə görə? Bu həm də arifin bu ruhi gücünə işarə edir ki, arif ruhən elə bir gücə nail olur ki, o istədiyi vaxt artıq o şeyi əldə edə bilir. O istədiyi vaxt o şeyə nail ola bilir. Yəni, bu ruhun ontoloji gücünə, təkvini gücünə işarədir. Ruh sanki bir növ hakimiyyət əldə edir. Əvvəl ruh tam hakim deyildi hadisələrə. Nə vaxt ona bu hal üz verirdisə, o halda bəli, bu şeylərlə qarşılaşırdı, üzləşirdi və təcrübə edirdi. Lakin ruh təkmilləşdikcə, kamilləşdikcə, məqamı ucaldıqca elə bir hala çatır ki, artıq ruh tədricən hakimiyyəti əldə edir, mənəvi hakimiyyəti əldə edir və istədiyi vaxt o halı yaşaya bilir, o təcrübəni yaşaya bilir. Ona görə İbn Sina burada o məqama işarə edir ki, bəli, insan tədricən elə bir mərhələyə çata bilər, arif tədricən elə bir mərhələyə çata bilər ki, o şeylərə istədiyi vaxt nail ola bilər. Bu, ariflərə aid olan ən bariz xüsusiyyətlərdən biridir ki, İbn Sina burada qeyd elədi. Bəli, bu iki məqam məncə kifayətdir bu günlük dostlar. İnşallah növbəti dərsdə görüşənədək hələlik.